Əgər biz qəbul ediriksə ki, təhlükəsizlik bu gün bizim prioritet istiqamətimizdir, sizcə ümumiyyətlə prioritet sıralamaları hansı formada olmalıdır? Birinci növbədə biz müstəqilliyə əslində doğru qiyməti verək. Müstəqillik bir millətin insanda olduğu kimi bir sənəd alırsan, şəxsiyyət vəsiqəsi alırsan və olursan artıq tam hüquqlu vətəndaş və hüquqların artıq ondan başlayır, vəzifələrin ondan başlayır. Müstəqillik də bir millətin aldığı şəxsiyyət vəsiqəsidir. Yəni bu şəxsiyyət vəsiqəsi olmadan dünyaya çıxa bilmirsən. Birləşmiş Millətlər Təşkilatına qeydiyyatdan keçə bilmirsən, beynəlxalq təşkilatlarda təmsil oluna bilmirsən. Ona görə də bu şəxsiyyət qazanma prosesini həm də bir şey üzərində düşünməlisən. Bu şəxsiyyəti itirmə prosesinə də gətirib çıxara bilərsən. Müstəqilliyin itirilməsi həm də o deməkdir. Və ona görə də dövrün müstəqilliyin bir miras olaraq daşımasını öz üzərinə götürən insanları həm də bu müstəqilliyin məsuliyyətini daşımalıdırlar. Onu necə qorumağın məsuliyyətini daşımalıdır. Siz təsəvvür edin ki, 1939-45-ci illərdə 2-ci Dünya müharibəsi dövründə Fransada heç kim düşünmürdü ki, necə olsun demokratik bir cəmiyyət quraq. Fransada düşünülürdü ki, faşizmdən necə qorunaq. Bu günlərdə bizim hamımızın gözümüz Çinə dikildi. Amerika Birləşmiş Ştatlarının prezidenti ilə Çin Xalq Partiyasının sədri Xi Jinpingin görüşləri ilə biz hamımız izlədik görək dünyanın taleyi ilə bağlı hansı qərarlar qəbul olunacaq. Orta səviyyəli dövlətlərin taleyi böyük dövlətlərin hansı qərarlar almasından çox asılıdır. Və belə bir vəziyyətdə bizim dünyada olan tendensiyadan kənara çıxma lüksumuz yaxud da imkanımız yoxdur. Dünyada olan tendensiya nədir? Dünyada hansısa bir qərarla mı gəlib hansısa ölkəyə qarşı müdaxilə edirlər? Yox. Dünyada hansısa bir demokratik bir səs çoxluğu ilə mi qəbul edirlər ki, hansı ölkənin rejimini dəyişək ya hansı ölkənin rejimini saxlayaq? Belə bir söhbət yoxdur. Yəni, bir böyük dövlət qərar qəbul edir ki, sən nüvə silahı istehsal eləməməlisən, sən hansısa bir şəkildə öz torpağını, Qrenlandiyanı mənə satmalısan, yaxud da bir ölkənin prezidentini gedir ölkədən oğurlayır, gətirir özünə qoyur. Və belə bir vəziyyətdə biz orta səviyyəli dövlət birinci növbədə nəyi düşünməliyik? Birinci növbədə təhlükəsizliyi düşünməliyik. Burada bir avtomatik, belə insani bir duyğudan söhbət gedir. Bu günləri Rusiya Ukraynada demokratik bir dövlətdir, seçki ilə prezident seçilib, məclis seçilibdir. Rusiya girib işğal edib, bu gün də Kiyevi bombalayır və Ukraynada bu gün demokratiyanı düşünən nə qədər insan var? Hamı düşünür ki, bu gecə zirzəmidə ya zəmin qatda yatacağım ya yatmayacağım. Eyni şeyi Azərbaycana da bir tətbiq edin, baxın, görün. Bizə bu günləri vacib olan nədir? Birinci növbədə biz bu prosesdə torpaqları işğaldan azad eləməklə özümüzə aid olan minimum proqramı həyata keçirdik. Ölkənin müstəqilliyi yaralı vəziyyətdə idi, yaranı sağaltdıq. Və belə bir vəziyyətdə yaranı sağaldandan sonra bir reabilitasiya dövrü var, bir hazırlıq dövrü var. Demokratiya biraz sağlam vücuda sahib olan bir mühitdə mümkün olur. Yəni, sağlam düşüncəyə sahib, sağlam qaydalara rəayət eləməyə sahib insanların çoxluğu olan yerdə demokratiya işləyir. Amma belə bir, hələ ki, reanimasiyadan çıxmış bir ölkələrdə bunun tətbiqi çox çətin məsələdir. Necə postsovet ölkələrin böyük əksəriyyətində bunun tətbiqi mümkün olmadı. Hansında oldu? O ölkələr ki, artıq onların himayəsi var idi, onların qoruması vardı. Onlar özlərini qorumurlar ki, Baltikyanı ölkələr özlərini qorumurdular ki, Sovet dövründə Katolik kilsəsinin başçısı gəldi, oturdu, dedi, bura bizim himayədədir. Avropa ölkələri, Amerika dəstək verdi. Ona görə də Sovet rejimi onlara qarşı 20 yanvarı o səviyyədə, bizim səviyyədə törədənmədi. Ya Orta Asiya üzərində olan baskısını orada tətbiq eləyə bilmədi. Təbii ki, biraz da inkişaf etmiş cəmiyyət vardı. Çünki Avropaya yaxın idi, əvvəllər də bu müstəqil dövlət oldu. Amma belə bir vəziyyətdə bizim himayəmiz yoxdur axı. Bizim bir dənə bu savaşda gördünüzmü? Hətta cənub-şimal qonşularımız hər an təhlükə. Pakistan Türkiyənin də dəstəyi olmasaydı, bəlkə də biz bugünkü bu uğurları da həyata keçirməkdə çətinlik çəkəcəkdik. Çünki mütləq kimsə görməlidir ki, səni qoruyan, yaxud da sənə dəstək verən qüvvə var. Təbii ki, öz gücümüzə əksər məsələlər həll elədik. Amma həm də dostlarımızın dəstəyi ilə bunu həll elədik. Türkiyənin, Pakistanın dəstəyi ilə həll elədik.
və ən azı onların elə bir bəyanatının dəstəyi ilə həll elədi. Təkcə fiziki gücdən getmir, diplomatiyadan gedir, hərbi deyək ki, hədədən söhbət gedir. İndi bizim cənubda sərhədimizə qoşun yığmışlar, hədəliyiblər. Onda nə oldu? Kimlə tədqiqat keçdi? Türkiyə ilə birlikdə tədqiqat keçdi ki, bizim əraziyə girənin biz də istənilən səviyyədə cavabını verəcəyik, bir yerdə verəcəyik. Demək istədiyim odur ki, bu sadə bir məntiqdir. Sadə məntiqi sadəcə populistcəsinə özünün həyat haqqında təsəvvürləri öz yaşamından, öz düşüncəsindən ibarət olan insanların fikridir. Ona görə də biz bu məsələlərdə biraz populizmə yönəlmədən fikirlərimizi söylüyoruz.